Salam. Bu videoda Dövlət İmtahan Mərkəzinin informatika test toplusundan modelləşdirmə bölməsinin cədvəl informasiya modeli alt başlığındakı testlərdən bəzilərini nəzərdən keçirəcəyik. Ancaq testlərə başlamamışdan əvvəl vacib bir məsələni qeyd etmək istəyirəm. Cədvəl informasiya modeli adlı bölmədə gördüyünüz, daha doğrusu alt bölmədir bu. Burada gördüyünüz suallar əslində informatika ilə yaxından, uzaqdan əlaqəsi olan suallar deyillər. Dünyanın bir çox ölkələrinə baxası olsanız, təhsil sistemlərinə baxası olsanız, burada sizə verilən suallar əslində məntiq sualı olaraq soruşulur imtahanlarda. Elə Azərbaycanın özündə də, məsələn, magistr qəbulları ilə maraqlanası olsanız, görəcəksiniz ki, burada sizdən soruşulan suallar magistraturaya qəbul imtahanında məntiqin içərisində olan suallardır, informatikanın yox. Yaxşı, bəs informatikada bu cədvəl informasiya modeli dediyimiz şey nədir? Cədvəl informasiya modeli odur ki, informatika nöqteyi nəzərdən yanaşası olsaq, şagird cədvəli analiz edib oradakı informasiyaları başa düşə bilir. Yəni sıfırdan cədvəl qurmur. Biz burada məsələləri həll edəndə cədvəli özümüz qururuq. Məsələn, bir dənə test tapşırığıdır, bir cədvəl verilib, 5 dənə diaqram verilib və soruşur ki, bu cədvəldəki məlumatlara uyğun diaqram hansıdır? Şagird cədvəli analiz edir, baxır ki, tutaq ki, B variantındakı diaqram bu cədvəldəki məlumatları göstərir. Bax, bu artıq cədvəl informasiya modelidir. Amma bizim birazdan baxacağımız testlərin, yenə deyirəm, yaxından, uzaqdan informatika ilə heç bir əlaqəsi yoxdur. Siz özünüz də araşdıra bilərsiniz. Elə Azərbaycanın özündə magistr qəbul imtahanına baxın. Görəcəksiniz ki, indi məsələn baxacağımız bu 2 nömrəli sualdan başlayacaq. Bu tip suallar məntiqin içərisindədir, informatikanın içərisində yox. İndi gəlin başlayaq. İlk baxacağımız Dövlət İmtahan Mərkəzinin test toplusundan cədvəl informasiya modeli alt başlığında olan 2 nömrəli tapşırıqdır. Burada maksimum diqqətli olmalısınız və nə isə gözdən qaçırsanız məsələni həll etmək mümkün olmur. Gəlin şərti oxuyaq və başlayaq cədvəl üzərində işləməyə. Hündürlüyə tullanma üzrə yarışda A, B, C, Y, F, G, M yarışıblar. İştirakçıların nəticələri ilə bağlı aşağıdakılar məlumdur. Gördüyünüz kimi, baxın, sol tərəfdən hərfləri, yəni adamların adları hərflərlə işarə olunub. Yuxarı hissədən də bunların tutduğu yerləri yazmışam. Bunlar 7 nəfərdilər. Yuxarıya da 1, 2, 3, 4, 5, 6, 7 yazmışam. Və burada müxtəlif mülahisələr verilib. Bu mülahisələrə bir-bir baxacaq. Yarışda 5-ci yeri hansı iştirakçı tutmuşdur? Bunu soruşur. Bunu tapmağa çalışacaq. Başlayırıq. B birinci olmayıb. Bax, B birinci olmayıb. Gəlib bura minus yazıram. Yəni B birinci yeri tutmayıb. Amma A-dan daha yaxşı nəticə göstərib. Yaxşı, B birinci olmayıbsa, ən yaxşı halda neçənci ola bilər? Ən yaxşı halda ikinci ola bilər. A-dan daha yaxşı nəticə göstərib deyir. Onda A 1 və 2 deyil də, düzdür? B ən yaxşı halda 2 ola bilər və A-dan daha yaxşıdır. B ikinci yerdə ən yaxşı halda olsa, A 1 və ya ikinci yeri tuta bilməz. Bunu təyin elədim. Başqa bir şey yaza bilmirəm buradan. Gəlirəm növbəti hissəyə. A-nın nəticəsi C-dən daha yaxşıdır. A-nın nəticəsi C-dən daha yaxşıdır. Bax, A ən yaxşı halda 3-cü ola bilər. Onda A-nın nəticəsinin C-dən yaxşı olması üçün C 1, 2 və 3-cü yerləri tuta bilməz. A 1, 2 deyil, ən yaxşı halda 3 ola bilər. C-nin nəticəsi A C-dən daha yaxşıdır. C-nin nəticəsi 1, 2, 3 ola bilməz. C-dən daha aşağıdır. A-nın nəticəsi C-dən daha aşağıdır. Yəni, onda C sonuncu deyil. Yəni, hələlik sadəcə bunu qeyd edə bilirəm. Amma yəqin ki, yenə bizə lazım olacaq. A-nın nəticəsi C-dən daha aşağıdır. M yalnız Y-dən yaxşı nəticə göstərib. M bir nəfərdən yaxşı nəticə göstərib nə deməkdir ki bu? Axırdan ikinci yerdədir, yəni 6-cı yerdədir. Bax, M yalnız Y-dən yaxşı nəticə göstərib. Bu demək ki, 6-cıdır, Y 7-cidir. Və bunların yerlərini dəqiq olaraq tapdıq. Onda belə eləyirik. Deməli, Y 7-ci yeri tutubsa, başqa heç kəs 7-ni tutmayıb və eyni qaydada M 6-cı yeri tutubsa, başqa heç kəs 6-cı yeri tutmayıb. Və buradan da minusları qoyuruq, çünki artıq M-in neçəncə olduğunu tapdıq və gəlib burada minusları yazırıq. Sonra gəlirik bura. C yarışda 4-cü olmuşdur. Bax, konkret olaraq bizə verib, heç nə fikirləşməyə ehtiyac yoxdur. 4-cü olub, bura minusu qoyduq və artıq 4-cü yerin sahibi bəllidir. Burada ikinci maddəyə baxın. A-nın nəticəsi C-dən daha yaxşıdır. Biz C-nin yerini tapmışıq, 4-cü yer. Yəni, özü verib əslində, 4-cü yer. A da bundan daha yaxşıdırsa, bax, demək ki, o 3-cü yerdədir. Bura plusu yazdıq, buralara minusları yazdıq, doldurduq. İndi keçək digər məsələyə. B birinci olmayıb, amma A-dan yaxşı nəticə göstərib deyir. A-nın yeri 3-dürsə, B də ondan yaxşı nəticə göstərməlidir. Bax, bir dənə burada boşluq qalıb. Bura plus qoya bilmərik, çünki 5-ci yer olsa A-dan yaxşı olmayacaq. Burada minus yazdıq. Buralarda minuslarla
doldurduq. Qaldı F və G. F və G haqqında nə məlumatım var? A-nın nəticəsi, baxın, C-dən aşağıdır. Yəni, C A-dan daha əvvəldə olmalıdır. C A-dan daha yaxşı nəticə göstərir. A neçəncidir? Üçüncüdür. Gəlirəm, C bundan daha əvvəldə olmalıdır. Demək ki, burada plus olmalıdır. Bura minus yazdıq və burada minus yazdıq. F-ə birdən yer qaldı. 5-ci yer. Və bizdən nə soruşurdu? Yarışda 5-ci yeri hansı iştirakçı tutmuşdur? 5-ci yeri hansı iştirakçı tutmuşdur? F tutub. Yəni, cavabımız olur C variantı. Baxın, bu tip suallarda maksimum diqqətli olmalısınız. Bir dənə burada işarələmə səhv eləsəz, təbii ki, düzgün cavabı ala bilməyəcəksiniz və bir də həmişə testi işləməyə başlayanda, xüsusən imtahanda bunu oxuyun. Baxın, görək sizdən nə soruşur. Çünki bəzən elə olur ki, siz cədvəli tam doldurmamış, ortalarda bir yerdə axtarılan şeyi tapırsınız. Test nömrə 4. Bir məktəbin 5 məzunu Kənan, Əli, Mirzə, Məzahir və Azər görüşüblər. Onların bəziləri cari ilin, bəziləri isə əvvəlki illərin məzunlarıdır. Onlar ixtisasca həkim, jurnalist, proqramçı, memar və iqtisadçıdırlar. Baxın, baş hərfləri buradan yazmışam, adları da sol tərəfdən yazmışam və başladıq. İqtisadçı olan ya Əli, ya da Mirzədir. İqtisadçı olan ya Əli, ya da Mirzədir. Yəni, bax, bunlar iqtisadçı deyirlər. Bunu təyin elədik. Proqramçı Mirzə deyil. Mirzə proqramçı deyil. Bunu da götürdük. Mirzə və Azər əvvəlki illərin məzunlarıdır. Əvvəlki illərin məzunlarıdır. Jurnalist əvvəlki ilin məzunu deyil. Onda Mirzə və Azər jurnalist deyil. Bax, deyir ki, Mirzə və Azər əvvəlki illərin məzunlarıdır. Jurnalist əvvəlki illərin məzunu deyil. Mirzə və Azər yəni jurnalist deyil. Mirzə və Azər jurnalist deyil. Həkim və memar cari ilin məzunlarıdır. Mirzə və Azər əvvəlki illərin məzunlarıdır. Jurnalist əvvəlki illərin məzunu deyil. Həkim və memar cari ilin. Yəni, həkim və memar da Mirzə və Azər həkim və memar da deyil. Elə həkim və memar cari ilin məzunlarıdır. Yəni, bunlar da əvvəlki ilin məzunları deyil. Onda Mirzə və Azər həkimlə memar da olmur. Həkim və memar da olmurlar. İndi nə əldə elədik? Baxaq görək. Mirzə nə idi? İqtisadçı. Mirzə iqtisadçıdır. Azərin peşəsi proqramçıdır. Bizdə nə soruşur? Azərin peşəsi nədir? Soruşur. Azərin peşəsi nə oldu? Proqramçı oldu. Elə onda biz ortada cavabı tapmış oluruq. Digərlərinə baxmağa ehtiyac olmur. Beləliklə cavab olur Y variantı. Əvvəl də dediyim kimi, bəzi hallarda ümumiyyətlə cədvəli bəzən tamamilə doldurmaq mümkün olmur. Bəzən isə elə yarıda bir cavab tapırıq. Burada 4 cavab Y variantıdır. Yəni Azəri soruşurdu, tapdıq ki, o proqramçıdır. Siz istəsəz buralara belə minuslar qoyub təzədən şərtlərə baxın. Bəzi hallarda ümumiyyətlə cədvəli istəsəz də doldurmaq olmur. Sadəcə cavabı tapa biləcək qədər məlumatlar sizə verirlər. Yəni əgər diqqətli gəlmisiniz və cavabı tapmısınızsa, imtahanda da sadəcə diqqətli olun, yəni əmin olun ki, heç nəyi gözdən qaçırmamısınız. Elə yarıda saxlayın, cavabı qeyd edin və salam, vaxtınız getməsin. Test nömrə 6. Milliyyətcə türk və ərəb olan tələbələr A, B, C, D, Y. Gördüyünüz kimi buradan qeyd eləmişəm. Şərt olaraq adlardır. Riyaziyyat, informatika, fizika, tarix, hüquq. Buradan da baş hərfləri yazmışam. Riyaziyyat, informatika, fizika, tarix, hüquq fakültələrinə təhsil alır. Məlumdur ki, B ya fizika, ya da hüquq fakültəsində təhsil alır. B fizika və ya hüquq, yəni digərlərində təhsil almır. Bunu nəzərə aldıq. D informatika fakültəsində təhsil almır. D informatikada təhsil almır. Bunu nəzərə aldıq. D və Y türk tələbələrdir. D və Y türk tələbələrdir. Onda digərləri ərəb tələbələrdir. Milliyyətcə türk və ərəb. Bunlar da olsun ərəb. Bunlara da ərəb yazdıq. Ərəb tələbələr riyaziyyat, fizika, tarix fakültələrini təhsil alır. Ərəb tələbələr riyaziyyat, fizika, tarix. Onda türk tələbələr riyaziyyatda, sonra fizikada və tarixdə demək ki, təhsil almırlar. Niyə almırlar? Çünki bunlarda ərəblər oxuyur. 3 dənə ərəb var, yəni burada oxuyurlar. Və baxaq görək nə soruşur? Kim informatika fakültəsində təhsil alır?
İndi baxaq görək buradan, hə, bax D-ni tapdıq. D, bir dənə burada boş yer qalıb. Demək ki, D hüquqda təhsil alır. Minusları yazaq, dolduraq. İndi baxın Y-yə. Y-də bir dənə boş yer qalıb. Bura plus yazırıq. Nə oldu? İnformatika. Demək ki, Y informatikada təhsil alırmış. Kim informatika fakültəsində təhsil alır? Y. Cavab oldu C variantı. Test nömrə 7. Aygün, Sevinç, Samir, Hacı və Rəşad adlı 5 qrup yoldaşı. Gördüyünüz kimi adları Aygün, Sevinç, Samir, Hacı, Rəşad yazmışam. İsmailli, Bakı, Tovuz, Goranboy, Quba. İsmailli, Bakı, Tovuz, Goranboy, Quba şəhərlərindəndirlər. Onlar tətili harada keçirəcəklərini planlaşdırırlar və məlumdur ki, deyir aşağıda mülahisələr var. Onlar hansı şəhərlərdəndir? Kimin hansı şəhərdən olduğunu tapmalısınız. Baxın, bəzi hallarda mən gördüyünüz kimi bu sualların hamısını cədvəllə həll edirəm, amma bəzi hallarda cədvəli çəkməyə ehtiyac olmur. Məsələn, özüm şagirdlərdən, abituriyentlərdən görürəm ki, cədvəlsiz də həll edirlər. Yəni, cədvəli çəkmək vacib deyil. Əgər cədvəlsiz həll edə bilirsinizsə, düz həll edirsinizsə, problem yoxdur. Cədvəli çəkmədən həll edin. Amma cədvəl daha universaldır və çətin olanları, cədvəlsiz həll edə bilməyənləri, asan olanları da cədvəllə həll etmək olur. Başlayırıq. Birinci maddə. Aygün və Sevinç ilk dəfə Bakıda universitetə qəbul olan zaman olublar. Nə deməkdir bu? Aygün və Sevinç Bakıdan deyirlər. Aygün və Sevinç. Bura minus yazdıq. Hacı və Rəşad isə Goranboy və Tovuza heç getməyiblər. Yəni, Hacı və Rəşad Goranboydan və Tovuzdan deyirlər. Hacı və Rəşad Goranboy və Tovuzdan deyirlər. İkinci maddəni nəzərə aldıq. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Bir neçə dəfə. Nə deməkdir ki bu? Bu biraz xoşuma gəlmədi cümlənin qoyuluşu. Yəqin onu demək istəyir ki, bunlar Qubada və Tovuzda bir neçə dəfə olublar. Yəni Qubadan və ya Tovuzdan deyirlər. Bunu da bu şəkildə qəbul eləyək. Samir və Sevinç bir neçə dəfə Qubada və Tovuzda olublar. Yəni Qubadan və ya Tovuzdan olsaydılar daha çox olardılar həmin şəhərlərdə. Samir və Sevinç. Quba ilə Tovuz. Samir, Sevinç. Deməli, Quba və Tovuzdan deyirlər. Bunu da nəzərə aldıq. Samir, Rəşad və Hacı İsmailliyə heç getmədiklərini dedilər. Deməli, Samir, Rəşad, Hacı. Samir, Rəşad, Hacı. İsmailliyə heç getməyiblər, yəni oradan deyirlər. Hacı həmçinin Qubanı heç görmədiyini bildirdi. Hacı Qubadan da deyil. Minusları qoyduq. İndi gəlin baxaq görək nəyi yaza bilirik. Baxın, Hacının qarşısında bir dənə boş yer qalıb. Yerdə qalan hər yerə minus yazmışıq. Demək ki, Hacı Bakıdandır. Və buralara minus yazaq. İndi Rəşadı tapdıq. Baxın, Rəşad Qubadandır. Bura plus yazdıq və buraları minusla doldurduq. Samiri tapırıq. Samir Goranboydandır. Buralara minusları yazdıq və Sevincə bir dənə boş yer qaldı. İsmailli. Burada minusu yazdıq. Aygün oldu Tovuzdan. İndi variant yoxlamalıyıq. Görək 7-ci sual hansı variantdır? A variantından başlayaq. Aygün Tovuz. Aygün Tovuz. Bu düz. Sevinç İsmailli. Sevinç İsmailli. Bu düz. Sonra Samir Goranboy. Samir Goranboy. Bu da düz. Hacı Bakı. Hacı Bakı. Bu da düz. Onda A variantıdır. Rəşad Quba. Rəşad Quba. Bu da düz. Bəli. Cavabımız olur A variantı. Test nömrə 8. Dostlar Leyla, Murad, Rəşad, Aygün, Vüqar, it, pişik, tısbağa, kirpi, dovşan kimi heyvanları saxlayırlar. Sağ tərəfdə cədvəldə görürsünüz məlumatları. Heyvanlar 1, 2, 3, 4, 5 olmaqla müxtəlif yaşlardadırlar. Məlumdur ki, başlayırıq. Birinci maddə. Dostların hər biri bu heyvanlardan yalnız birini saxlayır. Yəni, hər kəsin bir dənə heyvanı var. Heyvanların içərisində yaşı ən az olan Rəşadın heyvanıdır. Yəni, Rəşadın saxladığı heyvanın yaşı ən az olan bir yaşı var. Bura qeyd eləyək, yəqin sonra lazım olacaq. Rəşadın heyvanı pişik deyil. Rəşad pişik saxlamır. Onda demək ki, pişiyin yaşı 1 deyil. Burada belə deyək, bu 1 yazıb üstünə xət qoyuram. Rəşadın heyvanı pişik deyil. Bunu götürdük. Aygünün saxladığı kirpi 2 yaşındadır.
Deməli, kirpinin 2 yaşı var və o Aygünün heyvanıdır. Bura plus qoyduq. Sətir və sütun üzrə minusla doldururam digər hissələri. Buna baxdıq. Murad itinə doğulduğu andan bu yana 4 ildir ki, qulluq edir. Hə, bu bizə bir neçə şey verir. 1. Muradın iti var. Digər hissələri minusla doldururuq. Və bu itin 4 yaşı var. Davam eləyək, görək növbədə nə var? Yaşı ən çox olan heyvan Leylanındır. Dovşanın 3 yaşı var. Burada bir dənə 3 yazdım. Dovşanın 3 yaşı var. Yuxarıya qayıdıram. Yaşı ən çox olan heyvan Leylanındır. Demək ki, Leyla onda dovşanı saxlamır. Leyla dovşanı saxlamır. Heyvanların içərisində yaşı ən az olan Rəşadın heyvanıdır. Rəşadın heyvanı. Yaşı ən az olan. Hə, baxın. Rəşad ya tısbağa ya da dovşan saxlayır. Dovşanın 3 yaşı olduğuna görə demək ki, bu Rəşadın heyvanı deyil. Onda Rəşad tısbağa saxlayır və heyvanların içərisində yaşı ən az olan tısbağanın demək ki, 1 yaşı var. Onda baxın, tısbağa 1 yaş, kirpi 2 yaş, dovşan 3 yaş, pişiyə nə qaldı? 1, 2, 3, 5 yaş. Və indi bir dənə cədvəlimizə baxaq, görək nəyi tapmışıq. Bura plus qoymuşamsa, buraları buradakı plusa görə minusla doldururuq. Leyla. Leylada bir dənə boş yer qalıb. Demək ki, Leyla pişik saxlayır. Buraya minus qoyduq və Vüqar. Vüqara nə qaldı? Dovşan qaldı. Nə soruşur? Vüqar hansı heyvanı saxlayır və onun heyvanının neçə yaşı var? Demək ki, Vüqar dovşan saxlayır və dovşanın 3 yaşı var. Dovşan 3 yaşında. Cavab olmalıdır. B variantı. Test nömrə 9. Evdən çıxarkən 4 qardaş Fuad, Musa, Səlim, Nail hər biri təsadüfən öz telefonu və saatını deyil, bir qardaşın telefonunu və digər bir qardaşın isə saatını götürdü. Hər qardaşın bir telefonu və bir saatı var. Əvvəlcə bu hissəni tam şəkildə başa düşməlisiniz. Deməli, qardaşlardan heç biri öz əşyasını götürməyib və hər qardaşın bir telefonu, bir saatı var. Bir də önəmli olan məsələ nədir? Fuad, misal üçün, Musaya aid həm saat, həm telefonu götürməyib. Qardaşların birinə aid saatı, digər bir qardaşa aid də telefonu götürüb. Gəlin belə eləyək əvvəlcə. Baxın, mən burada sol tərəfdə qardaşların adlarını yazmışam. Yuxarı tərəfdən də yenə adları yazmışam və aşağı tərəfdən də telefon saat bu şəkildə göstərmişəm. İndi heç bir qardaş özünə aid olan əşyanı götürməyib. Bax, Fuad özünün telefonunu və özünün saatını götürməyib. Musa da eyni formada, Səlim də və eyni şəkildə Nail də özünə aid olan heç bir əşyanı götürməyib. İndi keçirik mülahizələrə. Deyir ki, eyni bir qardaşın telefonunu Fuad, saatını isə Musa götürdü. Deməli, Fuad və Musa, bunu qısaltmaq istəyirəm özüm üçün. Eyni bir qardaşın telefonunu Fuad. Deməli, bu kiməsə aid telefonu, eyni adama aid saatı da Musa götürüb. Yaxşı, kim ola bilər bu adamlar? Fuad və Musa kimin əşyalarını götürə bilərlər? Biri telefonunu, biri saatını. Yerdə qalan digər 2 qardaşdan hər hansı birini, ya Səlim ya da Nail. Yazıram, Səlim və ya Nail. Yəni bu 2 qardaş Səlimin və ya Nailin əşyalarını götürüblər. Və keçək növbəti hissələrə. 2-ci maddə. Fuadın saatını götürən qardaş Musanın telefonunu götürdü. Fuadın saatını götürən qardaş Musanın telefonunu götürdü. Demək ki, bu da Fuad və ya Musa deyil. Kim ola bilər bu adam? Səlim və ya Nail ola bilər. Səlim və ya belə yazıram bunda. Nail. Bunlardan hər hansı biri Fuadın saatı Fuaddan götürüb və Musanın telefonu da Musadan götürüb. Və gəldik 3-cüyə. Səlim isə Nailin telefonunu götürdü. Burada artıq bizə konkret məlumat verir. Gəlin qələmin rəngini dəyişək. Sonra nə soruşur? Nail kimin telefonunu və kimin saatını götürdü? Naili axtarırıq. Səlim isə Nailin telefonunu götürdü. Səlim Nailin telefonunu götürüb. Demək ki, Nailin saatını götürməyib. Bax, bura minus qoydum. Yəni, eyni bir qardaşa aid 2 dənə əşyanı götürmürlər ona görə. Və baxın, artıq Nailin telefonunu Səlim götürdü. Yuxarıları minuslarla doldurdum. Və eyni formada Səlim artıq telefonu götürüb. Demək ki, Səlim Fuadın, Musanın telefonunu götürməyib. Yerdə qaldı 2 dənə saat. Yəni Səlim ya
Fuadın saatını ya da Musanın saatını götürüb. Bunların ikisindən biri. Və indi yenidən yuxarı qayıdıram. Deyir ki, Fuadın saatını götürən qardaş Musanın telefonunu götürdü. Fuadın saatını götürən qardaş. Yəni Nail və ya Səlim. Gəlin baxaq görək. Səlim Fuadın saatını Musanın telefonunu götürə bilərmi? Səlim Fuadın saatını Musanın telefonunu götürə bilərmi? Yox, götürə bilməz. Niyə? Çünki Səlim Nailin əşyasını götürüb. Demək ki, bu Səlim deyil. Onda kim qaldı? Nail qaldı. Burada demişdik ki, Nail Fuadın saatını Musanın telefonunu götürüb ya da Səlim Fuadın saatını Musanın telefonunu götürüb. Demək ki, yerdə qaldı Nail. Nailə baxırıq. Nail Fuadın saatını və Nail Musanın telefonunu götürüb. Belə. Və biz əslində cavabı tapdıq burada. Baxın, Nail kimin telefonunu və kimin saatını götürdü deyir. Elə buradan tapdıq ki, Nail deməli Fuadın saatını, Musanın telefonunu. Hansı cavabdır? Fuadın saatı, Musanın telefonu. D variantıdır cavab. Bax, buradan bunu tapdıq. Hə, indi istəyirsiniz belə eləyək. Mən sizə əvvəl də demişdim, siz cavabı tapdınızsa və bura qədər diqqətli gəlmisinizsə, imtahanda vaxt itirməyinə dəyməz. İstəsəz siz özünüz üçün məşq eləmək baxımından bunu davam elətdirə bilərsiniz. Misal üçün belə deyirsiniz. Deyirsiniz ki, artıq Nail öz əşyalarını götürüb buralara hər yerə minus qoyduq və sütun boyunca da buraları minusdan doldurub, sonra yenə şərtlərə baxıb davam eləyə bilərsiniz. Amma mən burada saxlayıram. Cavabımız da olur D variantı. Test nömrə 11. Bu testə keçməmişdən əvvəl vacib bir məsələni qeyd edeyim. Bundan əvvəlki test 10 nömrəli tapşırıq DİM test toplusunun 2023 nəşrində o sual səhvdir, yəni problemli sualdır. 11-in özündə də kifayət qədər problemlər var, yəni cümlə quruluşunda, məntiqi xətalar var. Birazdan onu da göstərəcəm. Ümumiyyətlə, əvvəl dediyim kimi, bu mövzunun informatika ilə birbaşa heç bir əlaqəsi yoxdur. Bir də əlavə mənasız belə şərhlər, səhv testlər də bunun içərisinə yazıb doldurublar nə gəldi. Nəysə, keçək testimizə. Qırmızı, yaşıl, sarı, göy və çəhrayı rəngli kartların hərəsi 1, 2, 3, 4, 5 rəqəmlərindən yalnız biri ilə nömrələnib. Yəni nömrələrin təkrarlanması yoxdur demək istəyir. Qırmızı misal üçün 1-dirsə, yaşıl 3-dür və s. belə gedir. Sonra baxın, arxasında deyir ki, kartların nömrəsi təkrarlanmır. Yəni onsuz da əvvəlki hissədən bunu başa düşdük də, bunu yazmasa da olar. Nəysə, önəmli deyil. Buradan gördüyünüz kimi rənglərin adlarını, buradan da nömrələri yazmışam. İndi gəlin birinci maddədən başlayaq. Məlumdur ki, birinci maddə. Sarı kartın nömrəsi ən kiçik deyil. Yəni sarı nömrəsi 1 deyil. Və qırmızı kartın nömrəsindən böyükdür. İndi buradakı uyğunsuzluğa baxın. Mənə desə ki, sarı kartın nömrəsi qırmızı kartın nömrəsindən böyükdür. Mən onda biləcəm ki, sarı kart 1 deyil də. Yəni bunu niyə vermirsən ki bir də? Sarı kartın nömrəsi ən kiçik deyil və qırmızı kartın nömrəsindən böyükdür. Dediyim kimi, qırmızının nömrəsindən böyükdürsə, onsuz da ən kiçik ola bilmir. Bax, birinci uyğunsuzluq bu, digəri bu. Belə gedəcək, yenə var deyəcəm indi. Deməli, sarı kartın nömrəsi ən kiçik deyil, qırmızı kartın nömrəsindən böyükdür. Onda belə deyirəm. Deyirəm ki, qırmızı kartın nömrəsi 5 ola bilməz. Düzdür. Niyə 5 ola bilməz? Çünki qırmızının nömrəsi 5 olsa, sarı ondan böyük ola bilməyəcək. Və sarı kartın nömrəsi qırmızı kartın nömrəsindən də böyükdür deyə, demək ki, 1 ola bilməz sarı kart. Qırmızı ən az 1 olsa, sarı da ən az 2 ola bilər. Gəldik növbəti ikinci maddəyə. Çəhrayı kartın nömrəsi sarı kartın nömrəsindən böyükdür. Çəhrayı kartın nömrəsi sarının nömrəsindən. Sarı 1 ola bilməz, ən azından 2 ola bilər. Çəhrayıda 3, 4, 5 ola bilər. Onda demək ki, çəhrayının nömrəsi 1, 2 ola bilməz. Bunu da təyin elədim. Gəldim növbətiyə. Yaşıl kartın nömrəsi mürəkkəb ədəddir. Yaşıl kart buradadır. Mürəkkəb ədəd 1, 2, 3, 4, 5. Bir dənə 4 var burada. Demək ki, yaşıl kartın nömrəsi 4-dür. Bunu konkret olaraq tapdıq. Bax, həm sətir, həm sütun üzrə həmişə elədiyimiz kimi minusları qoyuram. Və gəlirəm növbəti hissəyə. Göy kartın nömrəsi cüt ədəddir. Və nömrələrdən ən böyüyü deyil. Bax, bir dənə də bu. Deyir ki, göy kartın nömrəsi cüt ədəddir. Ən böyük nömrəmizdə 5-dir də. Cüt ədəddirsə, onsuz da 5 ola bilməz. Bu nə mənasız yenə ifadədə yazmışam bura. Göy kartın nömrəsi cüt ədəddir və nömrələrdən ən böyüyü deyil. Nömrələrdən ən böyüyü 5-dir. Bu da cütdürsə, onsuz da 5 ola bilməz. Nəysə, bunu da görməzdən gələk, həll eləməyə davam eləyək. Göy kartın nömrəsi cüt ədəddir. Burada cüt ədəd 4-ü istifadə eləmişik. Bir dənə qaldı 2. Demək ki, göyün nömrəsi 2-dir. Bax, buralarda minuslarla doldurduq. Buradan da minuslarımızı yazdıq. Bizə nə lazımdır? Çəhrayı kart hansı rəqəmlə nömrələnib? Çəhrayının nömrəsi. Ya 3-dür, ya da 5-dir, yəni cavablardan. Amma konkret olaraq tapa bilmirik. Yaxşı. Gəldik yuxarı tərəfə. Baxaq görək, çəhrayı kartın nömrəsi sarı kartın nömrəsindən böyükdür deyir. Sarı kartın nömrəsi.
Hə, baxın, sarı kartın nömrəsi 5 ola bilməz də. Niyə 5 ola bilməz? Çünki 5 olsa çəhrayı ondan böyük ola bilməz. Bura minus qoydum. Avtomatik olaraq burada plus yazmalıyıq. Bura plus yazırıqsa bu minus olur. Bu minus olur. Çəhrayın nömrəsi tapıldı 5. Cavabı aldıq. Y variantı. Baxaq görək. Hə, bax qırmızıya da qalır 1. Hər şeyi tapdıq əslində. Dediyim kimi bəzi hallarda məlumatların yarısı tapılır, yarısı tapılmır, amma yenə də siz cavabı tapa bilirsiniz. Yəni imtahanda da belə bir şey düşsə, görsəz ki, cavabı tapmısınız, amma başqa tapılmayan hansısa maddələr var, narahat olmayın. O tip testlər də olur. Belə, bu testi yekunlaşdırdıq. Nömrə 11 idi, cavab oldu 5, Y variantı. Test nömrə 12. Məryəm, Şəbnəm, Orxan və Kənan riyaziyyat üzrə keçirilən olimpiyadada ilk 4 yeri tutublar. Hər sətirdə bir mülahizənin doğru olduğu məlumdursa, yerlər necə bölünmüşdür? Hə, bu da növbəti mənasız, lazımsız bir sual, informatika ilə əlaqəsi olmayan. Deyir ki, hər sətirdə bax 3 dənə burada gördüyünüz kimi sətir verib, 1 2 3. Hərəsində bir mülahisə doğrudur. Yəni biri doğrudur, biri yanlışdır. Oxuyuram. Birinci mülahisə, birinci sətir. Daha doğrusu. Birinci sətirdə deyir ki, Kənan ikincidir, Məryəm üçüncü. İkinci sətir. Kənan birincidir, Şəbnəm ikinci. 3. Orxan ikincidir, Şəbnəm dördüncü. Ümumi bax 1, 2, 3, 4 dənə yerimiz var. Gəlin belə eləyək. Burada birinci, ikinci sətirdə diqqətimi çəkən bir şey var. Bax burada Kənanla bağlı 1-də də 2-də də məlumat verib. Birinci sətirdə deyir ki, Kənan ikincidir, 2-də deyir ki, Kənan birincidir. Yəni bunlardan biri doğru, biri yanlışdır təbii ki. Adam eyni vaxtda həm ikinci, həm birinci ola bilməz. Gəlin belə eləyək. Deyək ki, tutaq ki, bu Kənan ikincidir deyirik. Fərz edirəm ki, bilmirəm ha, sadəcə fərz edirəm. Fərz edirəm ki, Kənan ikincidir, bu doğru mülahisədir. Əgər hər sətirdə deyir ki, ancaq bir dənəsi doğrudur. Əgər Kənan ikincidir doğrudursa, onda Məryəmin üçüncü olması yalan olmalıdır. Deməli, Məryəm 3 deyil, 1, 2, 4 bu yerlərdən birini tutub. Yaxşı. Kənan ikincidir, doğru. Bunu belə qəbul etdik. Yenə deyirəm, bilmirəm. Sadəcə qəbul edirəm, fərz edirəm hələ ki. Gəlirəm ikinci sətrə. Kənan birincidir. İndi əgər mən Kənanın ikinci olduğunu qəbul etmişəmsə, düzgün fərz etmişəmsə, buna nə etməliyəm? Buna deməliyəm ki, bu düzgün deyil. Kənan birincidir, bu mülahisə yanlışdır. Onda bu mülahisə yanlışdırsa, Şəbnəmin ikinci olması mülahisəsi doğru olmalıdır. Bax, buradan da absurd bir şey olur. Kənan da ikincidir, doğru oldu. Şəbnəm də ikincidir, doğru oldu. Onda demək ki, mənim ən başdan bu qəbul etdiyim mülahisə yanlış imiş. Yəni, demək ki, Kənan ikinci deyil. Kənan ikinci deyil, ola bilməz. Çünki Kənanın ikinci olduğunu fərz eləsəm, Şəbnəm də ikinci çıxır, belə bir şey də mümkün deyil. Onda buraları silirəm və artıq deyirəm ki, %100 bax, Kənanın ikinci olması yanlışdır. Kənan ikinci deyil. Yəni, Kənan 1, 3 və ya 4-dür. Məryəm üçüncüdür, onda bu doğru olmalıdır. Məryəmin konkret olaraq üçüncü olduğunu buradan təyin edirik. Çünki Kənanın ikinci olması yanlışdır. Biri yanlışdırsa, biri doğru olmalıdır. Hə, indi Məryəm üçüncüdürsə, Kənan üçüncü də ola bilməz də, Kənan 1 və ya 4-dür. Belə bir şey əldə elədik və digərlərinə baxa bilərik. Amma gəlin belə eləyək. Bax, mən bilirəm ki, Məryəm üçüncüdür, düzdür? Bunun doğru olduğunu bilirəm. Gəlin variantlara baxaq, görək Məryəm. Bax, A variantına yazıb Məryəm ikincidir. Biz kimin hansı yerləri tutduğunu düzgün tapmalıyıq. Demək ki, A variantı yanlışdır. B-dən Məryəmi tapaq. B deyir ki, Məryəm dördüncüdür. Bu da yanlışdır. C deyir ki, Məryəm yenə dördüncüdür. Bu da yanlışdır. D deyir ki, Məryəm birincidir. Bu da yanlışdır. Y olacaq da onda cavab. Deməli, Y variantı hanı Məryəm? Məryəm üçüncüdür. Hə, cavabımız Y variantıdır. İndi gəlin belə eləyək də, Kənan 1 və ya 4 ola bilər deyirdik. Əslində cavabı tapmışıq, başqa heç nəyə baxmağa ehtiyac yoxdur. Kənan birincidir. Hə, yəni bizim tapdığımız uyğundur bu da. Digər variantlarda çıxdığımıza görə məcburən Y variantıdır. Başqa da dediyim kimi heç nə eləməyə ehtiyac yoxdur. Yaxşı, soruşuram. Baxın, bu modelləşdirmə mövzusudur. Və mövzumuzun alt başlığımızın adı da cədvəl informasiya modelidir. Mən burada cədvəl qurmadım. Bundan əvvəlki testlərdə qurduğumuz cədvəllərin də informatika ilə bir əlaqəsi yox idi. Mən sizə əvvəl demişdim. Cədvəl informasiya modeli informatikada odur ki, yəni şagird, tələbə, kimsə artıq cədvəlin içindəki məlumatları oxuya bilir, başa düşə bilir. Misal üçün, bir dənə cədvəl 5 dənə diaqram verilibsə, bu diaqramlardan hansı bu cədvələ uyğundur, onu təyin eləyə bilir. Budur cədvəl informasiya modeli. Ya burada heç ümumiyyətlə cədvəl qurmadıq. Və mənim bundan əvvəl izah elədiyim testlərin bir çoxunu da, məsələn, abituriyentlərə baxıram, cədvəl qurmadan elə həll eləyirlər məntiqi yollarla. Yəni, yenə deyirəm, baxın, bu mövzunun ümumiyyətlə heç bir əlaqəsi yoxdur informatika ilə.
Əgər səhv etmirəmsə, bu bölmə məntiqdə mətnin məntiqi təhlili adlanır. Ümid edirəm ki, bəlkə də siz, məsələn, mən bu videonu 2025-ci ildə çəkirəm. 2025-ci ildə qəbul proqramında bu mövzu var. Yəni bu modellərdə də veriblər. Bəlkə də gələcəkdə baxacaqsınız, artıq görəcəksiniz ki, bu mövzunu çıxarıblar proqramdan. Təki çıxarsınlar, amma ən azından 2025-də bu proqramda var və böyük ehtimal ki, imtahana da düşəcək. Ona görə bu mövzunu öyrənməlisiniz. Çarəviz yoxdur. Öyrənməklə bərabər də etiraz eləməlisiniz. Yəni haqqınızı tələb eləməlisiniz. Abituriyentlər də səsini çıxartmalıdır, müəllimlər də səsini çıxartmalıdır. Ki bu mövzu informatika ilə bağlı deyil. Bayaq dediyim kimi, YouTube-dan yazıb araşdıra bilərsiniz. Əgər səhv yadımda qalmayıbsa, bu mətnin məntiqi təhlili belə adlanır. Və hətta belə bir şey də eləyə bilərsiniz, xüsusən abituriyentlər üçün bunu deyirəm. Əgər siz bu videoya baxdığınız zaman hələ də proqramda bu mövzu belə mənasız suallar varsa informatikadan, məntiq müəllimlərinin izahlarına baxın, onlar daha çox bu tip şeyləri izah edirlər. Yəni əsas məsələ odur ki, o imtahana düşmə ehtimalı olan bir dənə belə bir mənasız sualı yaza biləsiniz. Ona görə məntiq müəllimlərinin də izahına baxın ki, bu tip suallara öyrəşəsiniz. Test nömrə 13. Bazarda A, B, C, D, Y, F, G adlı piştaxtalar qarışıq şəkildə 1-dən 7-yə kimi nömrələnmiş artan sıra ilə düzülmüşdür. Artan sıra ilə. Yəni demək istəyir ki, piştaxtalar 1, 2, 3, 4, 5, 6, 7 bu formada nömrələnib. Amma bu hərflər qarışıqdır. Yəni hərfləri gətirib bura A, B, C və s. yaza bilməzsən deyir. Hərflər qarışıqdır. Nömrələnmə isə artan sıradadır. Bunu başa düşdük. Davam edirik. Bunlardan bəziləri meyvə, bəziləri isə tərəvəz. Bunlardan bəzilərinin meyvə, bəzilərinin tərəvəz satılır. Məlumdur ki, başladıq müddalara. Eyni növ mal satan 3 və daha çox piştaxta yan-yana gəlmir. Yəni deyir ki, meyvə, meyvə, meyvə. Belə düzülüş olmaz. Tərəvəz, tərəvəz, tərəvəz belə düzülüş olmaz. Bunu başa düşdük. Davam edirik. 2 və 3-cü piştaxtalarda meyvə satılır. İkincidə meyvə, üçüncüdə meyvə var. İndi gəlin belə eləyək. Bax, 3 dənə bir meyvə yanbayan gəlməz. Onda nə deməkdir bu? Bax, birdə meyvə satıla bilməz. Çünki birdə meyvə satılsa, 3 dənə meyvə yanbayan gəlir. Onda birdə tərəvəz olmalıdır. 4-də də meyvə satıla bilməz. Çünki 4-də meyvəni qoysaq, yenə 3 dənə meyvə yanbayan gəlir. Deyir ki, ola bilməz də belə. Ona görə burada da tərəvəz satılır. Buradan da nəticəni əldə elədik, qeydlərimizi apardıq. Gəlirik növbəti maddəyə. B və D adlı piştaxtalarda tərəvəz satılır. Bunu hələ ki, kənardan qeyd eləyək. B və D-də tərəvəz satılır. Bunu hələ ki, bilmirik. Sonra yəqin ki, lazım olacaq. Y piştaxtası 4-cüdür. Y-nin yerini bizə konkret olaraq verib və Y-də tərəvəz də satılır, bəlkə lazım olar sonra. Gəldik bura. F piştaxtasından dərhal əvvəl C, yazdım bura F-i. F-dən dərhal əvvəl C, yəni ortada başqa bir şey yoxdur, tam qonşudurlar. Dərhal sonra isə B piştaxtası yerləşir. Belə. İndi baxın, burada maraqlı bir şey ortaya çıxdı. Y 4-cüdür, düzdür? Bu Y, F, C-də qonşudurlar bunlar üçü. Ya gəlməlidirlər bura, ya da gəlməlidirlər bura. Ya Y-nin sağındadılar, ya solundadılar. Üçü birdən qonşudular axı, ona görə. İndi bir dənə baxın, əvvəl yazdığım qeydə baxın. B-də tərəvəz var. Əgər biz bura C, F, B yazsaq, bax, B 3-ə düşür, 3-də də meyvə var. Demək ki, burada deyirlər. Onda belə çıxır ki, biz C, F, B-ni bura yazmalıyıq. B-də tərəvəz var. Demək, bunların yeri tapıldı. B-ni də buradan silirəm. Qaldı, nə qaldı? A qaldı, C qaldı, bir də D qaldı. Davam edək, yaxşı. Deyir ki, A piştaxtası C piştaxtasından əvvəl yerləşir. A, C-dən əvvəl, amma qonşu olub olmadığını bilmirik. Yaxşı, gəlin belə eləyək də, görək biz bu D-nin yerini tapa bilərikmi? Baxın, birinci piştaxtada tərəvəz satılır. D-də də tərəvəz var. D, məcburən, baxın, 2 və 3-də meyvə satılır. D-də tərəvəz satılır. Bir dənə bu biri bilmirik nədir? 1-də tərəvəz satıldığını bilirik. Məcburən D-ni yazmalıyıq bura. A da C-dən əvvəl var deyə, bax, A-dan C-dən başqa bütün hərflərin yeri bəllidir. A da C-dən əvvəldədir deyə, burada A və C yazmalıyıq. Və hər şeyin yerini tapdıq. Sonuncu maddə nədir? 7-ci piştaxtada tərəvəz. Bunu tapmışıq axı. Bunu niyə verib ki? Bunu verməsə də bilirik. Nəysə, gəlin cavabı tapaq. DAC, DAC ilə başlamalıdır. DAC, C variantı, DAC, sonra Y,
Sonra CFB, BFC yazıb. Ha, bu deyil. DAC, YSFB. Budur, hə? Burada, hə. Deməli, bir dənə də yoxlayaq. D, sonra A, sonra G, Y, S, F, B. Bəli, budur. Belə. Buradan da cavabımız olur. D variantı 13 nömrəli test idi. Gəlin belə bir şey də deyim sizə. Məşq eləməkdən ötürü siz tam axıra qədər bunu yazmadan bir baxın görək variant çıxmaqla cavabları tapa bilirsiniz, yoxsa yox. Məsələn, Y-nin ortada olması, hamısında Y-ni ortada verib. CFB-nin sağda olması, CFB başqa hardasa, bax, elə CFB-nin axırda olmasını tapan kimi cavab çıxırmış. CFB bir dənə D variantında axırda CFB verib. Bax, belə şeyləri də nəzərinizə saxlayın. Məsələn, mən bunların hamısını yerbəyer elədim də, düzdür. Amma imtahanda bunu belə axıra qədər getmək mənim üçün sərfəli olmaz. Vaxt itirərəm. İndi izah edirəm deyə axıra qədər getdim. Amma imtahanda yəqin ki, müəyyən qədər tapan kimi variantlara baxsaydım və D variantını daha tez tapmış olardım. Yəni, yenə də baxın, yenə cədvəl qurmadıq, heç bir şey eləmədik. Tam məntiq məsələsidir. Yəni, bu da informatika ilə yaxından uzaqdan əlaqəsi olan bir sual tipi deyil. Test nömrə 15. Gülər, Sevinc, Fatimə, Alidə müxtəlif və hərəsi yalnız bir idman növü ilə məşğul olur. Deməli, Gülər, Sevinc, Fatimə və Alidə. Adları buradan yazmışam. İdman növləri karate, judo, aikido və kung fu. İdman növlərində yazmışam. Eyni zamanda onların hər biri Çin, Yapon, Mongol, Tatar dillərindən yalnız birini bilir. Bunu da belə eləyək. Çin, sonra Yapon, Mongol və Tatar dillərindən yalnız birini bilir. Müddaları oxumamışdan əvvəl gəlin baxaq görək ki, bu bizdən nə istəyir, nəyi tapmalıyıq? Alidə hansı idman növü ilə məşğuldur və hansı dili bilir? Hə. Başlayaq. Birinci maddə. Aikido idman növü ilə məşğul olan qız Tatar dilini bilir. Gəlin belə eləyək. Aikido idman növü ilə məşğul olan qız Tatar dilini bilir. Buradan hələ ki, başqa bir şey yoxdur. Bunu qeyd elədim, gəldim ikinciyə. Gülər və Sevinc kung fu və karate döyüşə bilmir. Nə? Kung fu və karatedə döyüşə bilmir. Hə. Gülər və Sevinc kung fu və karatedə döyüşə bilmir. Demək ki, Gülərlə Sevinc ya judo ya da aikidodur. Onda Fatimə ilə Alidədə judo, aikido olmayacaq da, bunlara qalmayacaq. Çünki məcburən baxın, Gülər və Sevinc kung fu və karatedə döyüşə bilmirlər. Karate və kung fu deyirlərsə, Gülərlə Sevinc ya judodur, ya da aikidodur. Onda deməli, judo ilə aikidonu Gülərlə Sevinc götürürsə, Fatimə ilə Alidəyə də karate ilə kung fu qalır. Karate, kung fu. Bunu da təyin elədik. Keçdik növbəti 3-cü maddəyə. Fatimə Mongol dilini bilir. Fatimə Mongol dilini bilir. Fatimə haradadır? Burada. Mongol dilini bilir. Bura bir dənə plus. Buralarda minusla dolduraq bu şəkildə. Fatiməni tapdıq. Lakin kung fuda döyüşə bilmir. Kung fuda döyüşə bilmir. Hə, baxın. Onda Fatimə karate. Bura plus qoyduq. Bura minus qoyduq. Adilə də məcburən kung fuda, kung fu ilə məşğuldur demək ki. Və keçdik sonuncuya. Sevinc judoda döyüşə bilmir. Sevinc judoda döyüşə bilmir. Yəni judonu bilmir. Onda demək ki, bu aikido ilə məşğuldur. Burada minus qoyduq. Gülər də judo ilə məşğuldur. Biz nəyi tapmalıyıq? Alidəni tapmalıyıq. Alidə kung fudur. Kung fu 2 dənə variantda var. Və həmçinin Mongol dilini bilmir. Kung fu və Mongol. Hə, tapa bilmirik. Yaxşı, qayıtdıq əvvələ. Deməli, aikido ilə məşğul olan Tatar dilini bilir. Aikido ilə məşğul olan kim idi? Sevincdir. Sevinc Tatar dilini bilir. Bura plus qoyduq. Buraları və buraları minusla doldurduq. Gülər və Sevinc kung fu və karatedə döyüşə bilmirlər. Eyni zamanda Çin dilini də bilmirlər. Hə, bunu bax, bayaq gözdən qaçırmışam. Gülər və Sevinc Çin dilini də bilmirlər. Bunlar Gülər və Sevinc Çin dilini də bilmirlər. Onda bax, Gülərə nə qaldı? Yapon dili qaldı. Buradan da minus yazıram və bir dənə qaldı Çin dili kimə? Alidəyə. Alidə demək ki, Çin dilini bilirmiş. İndi kung fu, Alidənin idman növü kung fu.
Bildiyi dil Çin dili. Kung fu və Çin dili oldu B variantı. Deməli, diqqətlə fikir verdinizsə, 15 bundan əvvəl izah elədiklərimin oxşarı deyil. Biraz fərqlidir. Burada artıq dillər də işin içinə qarışır və cədvəli biraz daha uzun çəkmişəm. Əslində belə uzun cədvəl çəkməyə də bilərsiniz. Çin, Yapon, Monqol və Tatar dillərini ayrıca da qeyd edə bilərsiniz. Cədvəlin içində olanda daha səliqəli görünür. Bax, belə üçlü olan variantları da yenə kitabdan seçin, özünüz işləməyə çalışın. 15-dən əvvəl ötürdüyüm suallar isə izah etdiklərimin oxşarlarıdır. Yəni, izah etdiklərimə baxıb digərlərinin də üzərində özünüz işləməyə çalışın. Test nömrə 21. Aydan, Samirə, Elnarə, Elxan, Gülay adlı 5 dost müəllim, həkim, mühəndis, vəkil, mühasib kimi müxtəlif peşələrin sahibləridir. Deməli, adları sol tərəfdən yazmışam. Müəllim, həkim, qısa-qısa yazmışam cədvəl yerləşmir deyə. Mühəndis, vəkil, mühasib. Bunu belə tamamlayaq. Mühasib, mühəndis. Bunu da belə yazaq, çünki oxşardılar bir-birlərinə. İndi, şəhərlər. Onlar Bakı, Gəncə, Sumqayıt. Burada baş hərflərini yazmışam. Bakı, Gəncə, Sumqayıt, Qax və Şəki şəhərlərində öz peşələrinə uyğun olaraq çalışırlar. Həmçinin bu dostlar haqqında aşağıdakılar məlumdur. Və 1, 2, 3, 4, 5, 6 dənə maddə verib və Elnarə hansı şəhərdə və hansı peşədə çalışır? Elnarə. Biz Elnarəni axtarırıq. Birinci maddə. Aydanın uşaqlıq arzusu həkim olmaq olsa da, o hazırda Bakı şəhərində biologiya fənni üzrə tədris aparır. Biologiya fənni üzrə tədris aparırsa, demək ki, müəllimdir bu, hə? Deməli, Aydandan söhbət gedir. Aydan müəllimdir. Minusları qoyaq o biri xanalara və Bakı şəhərində işləyir. Plusu qoyduq və minusları qoyaq artıq. Bakı şəhəri tapıldı. 2. Gülay Aydanın uşaqlıq arzusu olan, Aydanın uşaqlıq arzusu nə idi? Həkim olmaq. Amma biologiya müəllimidir hal-hazırda. Yəqin ki, Aydan 4-cü qrupa hazırlaşıb həkimliyə balı çatmayıb. Yəni, çoxların başına gələn, hə? Nəysə, qaydaq məsələmizə. Gülay Aydanın uşaqlıq arzusu olan peşəyə yiyələnmişdi. Yəni, həkimdir. Gülayı tapdıq. Həkim. Həkimə plus qoyaq. Buraları minuslarla dolduraq. Gülay Aydanın uşaqlıq arzusu olan peşəyə, yəni həkimliyə yiyələnmişdir və o Gəncədə çalışmır. Gülay Gəncədə çalışmır. Aha. Gəldi üçüncüyə. Samirə peşəsinə uyğun olaraq konstitusiya qanunlarını çox yaxşı bilir. Bir dənə baxaq, müəllim, həkim, mühəndis, vəkil. Konstitusiyanı bilirsə vəkildir. Yaxşı. Deməli, Samirəni tapaq. Samirə vəkildir. Bura plusu yazdıq. Buraları minuslarla doldurduq. Konstitusiya qanunlarını çox yaxşı bilir və o nə qaxda, nə də şəkidə işləmir. Qaxda və ya şəkidə işləmir Samirə. Buraları da minusları qoyduq. Gəldik 4-ə. Elxan Sumqayıtda işləmir. Elxanı tapaq. Sumqayıtda işləmir. 5. Mühasib olan Gəncədə işləmir. Mühasibin kim olduğunu bilirik. Yox. Gəncə haqqında da məlumatımız yoxdur. Bu, hələ ki, buna minus qoyaq. Hələ ki, bizə bir şey vermədi. Elxan mühasib deyil. Elxan mühəndis, mühasib deyil. Elxana minus qoyduq. Onda Elxan mühəndisdir. Elxan mühəndisdirsə, baxın, Elnarə mühasib olur. Mühasib. Hə. Və indi qaydaq 5-ə. Mühasib olan Gəncədə işləyir. Mühasib olan kimdir? Mühasib olan Elnarədir və o Gəncədə işləyir. Biz Elnarəni axtarırdıq, hə? Yaxşı, buraları minusla dolduraq. Və deməli, Elnarə hansı şəhərdə və peşədə çalışır? Elnarə mühasibdir və Gəncədə işləyir. Ad elə, hə? Gəncədə mühasib. Cavabı tapdıq. İndi siz özünüz baxarsınız, görək cədvəlin qalan hissəsini doldurmaq olur, yoxsa yox. Əvvəl də demişdim, bəzən bütün məlumatları tapmaq olmur, ancaq cavabı tapacaq qədər sizə məlumat verirlər. Deməli, baxın, burada bir dənə yer qalıb. Bura plus yazsaq, Samirəni tapdıq. Buraları da minus yazırıq. Burada boş yerlərimiz qalır. Deməli, Elxan və Gülay biri qax, biri də şəkildə işləyir. Əvvəlki maddələrə baxın, bəlkə bunları tapmaq olar, amma ehtiyacımız yoxdur. Biz düzgün cavabı tapdıq. Düzgün cavabımız test nömrə 21 olur A variantı.
Test nömrə 22. Ceyla, Leyla, Fidan, Bəhruz, Xalid 25, 24, 23, 20, 18 yaşlarındadırlar. Məlumdur ki, burada 3 dənə gördüyünüz kimi məlumat verib bizə. Fidan və Bəhruzun yaşları neçədir deyir. Yaxşı, gəlin başladıq. Bəhruz Leyladan kiçik, Ceyladan isə böyükdür. Bax, Bəhruz. Belə deyəcəm, böyük olanları sağ tərəfdə yazacağam, kiçik olanları solda yazacağam. Ədəd oxu kimi fikirləşin. Bəhruz Leyladan kiçikdir. Leylanı sağa yazıram. Ceyladan isə böyükdür. Ceylanı bura yazdım. Yəni ardıcıllıqla belədir. Ceyla, Bəhruz və Leyla bu şəkildə. Xalid yaşsa ən kiçik olan deyil. Yəni Xalidin yaşı, bax buradan qeyd edirəm, 18 deyil. Xalidin yaşı 18 deyil. Nə Fidan, nə də Xalid Ceyladan böyük deyirlər. Hə. Bax, demək ki, Fidan da, buraya yazıram, Fidan da, Xalid də Ceyladan kiçikdirlər. İndi burada neçə nəfər var? 1, 2, 3, 4, 5 nəfər. Biz bunun 5-ini də yazdıq da, düzdür. Ceyladan böyük olan Bəhruzdur, Bəhruzdan böyük olan da Leyladır. Və bu Fidan da, bu Xalid də Ceyladan balacadılar. Əlavə olaraq da Xalidin 18 yaşı yoxdur. Yəni, Ceyladan da balacadılar. Onda belə çıxır ki, Xalidin 20 yaşı var. Fidanın 18 yaşı var. Hər ikisi Ceyladan balaca olmalıdır. Bax, bu 3 dənəsi digərlərindən böyükdür deyə, məcburən bu 25, bu 24, bu da 23 yaşındadır. İndi hər ikisi Ceyladan, Fidan da, Xalid də Ceyladan balacadır deyə, biri 18, biri 20 yaşında olmalıdır, buradakı məlumatlara əsasən. Və burada da deyir ki, Xalid yaşsa ən kiçik olan deyil, yəni Xalidin 18 yaşı yoxdur, onda Fidan 18 yaşındadır. Bax, hamısını tapdıq. Və nə soruşur? Təzədən gedirəm. Fidan və Bəhruzun yaşları neçədir? Fidan 18, Bəhruz 24. A variantı, hə? Fidan 18, Bəhruz 24. Test nömrə 24. Ayna qırmızı, göy və yaşıl rəngli kağızlardan 5 ədəd düzbucaqlı, burada 5 dənə düzbucaqlı çəkmişəm, 3 ədəd dairələr buradadır və 2 ədəd üçbucaq kəsdi. Fiqurların 4-ü qırmızı, 2-si yaşıl və 4-ü göy rəngdədir. Deməli, 4 dənə qırmızı, 2 dənə yaşıl və 4 dənə də göy rəngdədir fiqurlardan. Və başlayırıq aşağıda yazılanlara. Baxırıq. Üçbucaqlar qırmızı deyil. Üçbucaqların içərisində qırmızı rəngdə olan yoxdur. Dairələrdən hər biri müxtəlif rəngdədir. Neçə dənə rəng var burada? Qırmızı, yaşıl, göy. Deməli, biri qırmızı, biri yaşıl, biri də göy rəngdədir. Düzbucaqlılardan ikisi göy rəngdədir. Göy, göy. Mülahisələrə əsasən hansı fikir yanlışdır, deyir. Hansı fikrin yanlış olduğunu bizdən soruşur. Gəlin, belə eləyək. Baxın, qırmızı. Qırmızı neçə dənə idi? 4 dənə qırmızı var idi. Qırmızı, qırmızı, qırmızı. 4 dənə qırmızı rəng var. 2 dənə yaşıl var. Yaşıl, yaşıl. 4 dənə də göy var. Göy, 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 göy. Nə etməyə çalışıram? Diqqət eləyin. Baxın, göylərdən 2 dənəsi istifadə olunub. Çünki deyir ki, harada deyir? Düzbucaqlılardan 2 dənəsi göy rəngdədir. Göylərdən ikisi istifadə olunub. Bunları buradan çıxartdım. Sonra, bir dənə də göy burada var. Bax, dairələrdən bir dənəsi göydür. Göyün biri də dairədə istifadə olunub. Sonra, qırmızının biri yenə dairədə istifadə olunub. Yaşılın biri yenə dairədə istifadə olunub. Bu üçbucaqlar da qırmızı deyil. Üçbucaqlar qırmızı deyilsə, yaşıl və ya göydür. İndi bir dənə baxın, bir dənə yaşıl qalıb, bir dənə də göy qalıb. Digərlərini istifadə eləmişik. Demək ki, bunlardan biri yaşıl, biri də göy rəngdədir. Bunlar da getdi. Onda demək ki, bax, yerdə qaldı 3 dənə düzbucaqlı. Bunlar da qırmızı, qırmızı, qırmızı rəngdədir. Hər şeyi tapdıq. Yaxşı. Onda başlayırıq mülahisələrə. Nəyi axtarırıq? Biz yanlış olanı axtarırıq. A variantı. Üçbucaqlardan biri yaşıl rəngdədir. Biri yaşıl, biri göydür, düzdür. Buna +u qoydum. Bu doğrudur. Dairələrdən biri göy rəngdədir.
Onsuz da özü deyir də hərəsi bir rəngdədir. Biri göy rəngdədir, biri yaşıl, biri qırmızı. Bu da düzdür. Düzbucaqlılardan üçü qırmızı rəngdədir. Bunu tapmışıq. Qırmızı, qırmızı, qırmızı. Aha. Düzbucaqlılardan biri yaşıl rəngdədir. Yaşıl rəngdə yoxdur. İkisi göy. Hə, budur. Bax, yanlış cavab. Düzbucaqlılardan biri. Halbuki nə tapmışıq? 2 dənə göy, 3 dənə qırmızı. Y variantı. Üçbucaqlardan biri göy rəngdədir. Hə, biri yaşıl, biri göydür. Bu da doğru. Bax belə. Bu da nömrə 24. Biraz fərqli idi. Yenə gördüyünüz kimi cədvəl çəkmədik. Yenə informatika ilə bir əlaqəsi yoxdur. Amma dediyim kimi, yəni bir formada çalışıb həll qaydasını öyrənməlisiniz. Test nömrə 26. Kərim, Sabir və Tahir adlı 3 qonşu evlərinə yaxın ərazidə yerləşən Məhsul, Bolluq və Bərəkət adlı marketlərdən bazarlıq edərək fərqli məhsullar, meyvə, tərəvəz və şirniyyat alırlar. Məlumdur ki, deyir, sonra müxtəlif məlumatlar verir. Mülahisələrə əsasən hansı fikir doğrudur, soruşur. Yəni, qısaca bu məsələnin şərtini mən sizə belə izah edeyim. Bu 3 dənə qonşu Kərim, Sabir, Tahir həyatda görüşürlər. Deməli, uşaqlar, məsələ belədir. Mən gedirəm Məhsul supermarketə, Sabir, sən gedirsən Bolluq, Tahir, sən də Bərəkətə. Mən ancaq şirniyyat alacam. Sabir, sən ancaq meyvə olursan. Tahir, sən də ancaq tərəvəz. Bizim məhəllədə elə supermarket var bəyəm? Niyə ancaq tərəvəz? Nə şey danışırsan? Üçümüz də yeni marketə niyə getmirik? Hansı düzdür ora gedək də? Uşaqlar uzatmayın. Dimdən zəng eləyiblər. İnformatika test toplusuna test lazımdır. Sizə nə deyirlər, onu deyin? İşə bax, əvvəl belə şeylərə görə məntiq şöbəsi zəng eləyirdi. Bu sualların informatikada nə işi var? Burada Kərim, Sabir, Tahir, Məhsul, Bolluq, Bərəkət və meyvə, tərəvəz, şirniyyat bunları qeyd eləmişəm. İlk olaraq nə deyir bizə? Deyir ki, Kərim, Məhsul, Sabir isə Bolluq adlı marketdən bazarlıq edir. Kərim, Məhsul, Sabir isə Bolluq adlı marketdən bazarlıq edir. Deməli, buralara minusu qoyduq. Tahirə nə qalır? Bərəkət qalır. Hərəsi ayrı-ayrı yerlərə gediblər. Aha, birincidən istifadə elədik. Sabir tərəvəz almır. Almır deyir. Sabir tərəvəz almır. Deməli, meyvə və ya şirniyyat alıb. Bolluq marketinə gedən şirniyyat almır. Bolluq marketinə gedən. Kimdir bu? Sabir. Şirniyyat almır. Hə? Onda nə alıb? Meyvə alıb demək ki. Onda o birisilər meyvə almayıb. Tahir tərəvəz alır. Tahir tərəvəz alır. Onda demək ki, Kərim şirniyyat alıb. Belə. Və mülahisələrə əsasən hansı fikir doğrudur deyir. Düzgün olanı axtarıq. Baxaq. Sabir tərəvəz alır. Sabir. Nə alıb Sabir? Meyvə alıb. Bu yanlış. Minus qoydum. Kərim şirniyyat alır. Kərim şirniyyat alır. Bu doğrudur, hə? Onda cavabımız olur B variantı. O birislərə də baxaq. Tahir şirniyyat alır. Tahir nə alıb? Tərəvəz alıb. Bu yanlış. Sabir şirniyyat alır. Şirniyyatı Kərim alıb da eyni şey yaza-yaza gediblər. Sabir şirniyyat alır. Sabir şirniyyat alır. Almır. Sabir meyvə alıb. Və Kərim meyvə alır. Kərim meyvə almayıb. Şirniyyat alıb. Belə. Bu da sonuncu mənasız məsələ. Cavab oldu B variantı.